Paşinyan hakimiyyətdədir. Nə üçün? Çünki bundan öncə olanlar o qədər biabır olublar ki, onlara heç dəstəkləyən gücü yoxdur. Üçüncü qüvvə də formalaşmayıb. Paşinyan bundan istifadə eləyib, əlbəttə ki, hakimiyyətdə qala bilir. Sadəcə biz sadəlövh olmamalıyıq. Onlar buna hazır deyirlər. Mən hesab edirəm ki, nə bu günləri hazır deyirlər, nə də sabahları hazır olacaqlar. Ola bilər bir-iki nəsil dəyişsə, bəlkə hazır oldu. Amma bu bir-iki nəsil dəyişmək üçün axı bu müddət tələb olunur. Ona görə biz hazır olmalıyıq hər zaman gücü göstərməyə və Ermənistan cəmiyyəti bunu görməlidir. Çünki dünyada hər zaman güclə hesablaşırlar. Güc olmayan yer, iqtisadiyyatda güc o puldur. Amma belə məsələlərdə güc, əlbəttə ki, hərbi güc nümayiş etdirməlisən. Və həm biz özümüz güclü olmalıyıq, müttəfiqlərimiz hansı ki, yanımızda olmalıdır, yaxın coğrafiyada. Həm də biz əlindən gələni etməliyik ki, bizim rəqibimiz güclü olmasın bu məsələdə, imkan yaratmamalıyıq.